Üçbucağın tərəfləri və bucaqları arasında münasibətlər. Üçbucaqda böyük tərəf qarşısında böyük bucaq, kiçik tərəf qarşısında kiçik bucaq dayanır. Yəni bax bu üçbucaq, burada verilən bir üçbucağımız var. Tərəfləri 6, 8, 9. Biz onların ən böyük bucağını və ən kiçik bucağını tapmalıyıq və ya bucaqları sıralayaq. Ən böyük tərəfi 9-dur. Yəni BC tərəfidir. BC tərəfinin qarşısındakı tərəf isə A bucağıdır. Deməli, bucaq A ən böyükdür. Ən böyük bucaq. Və biz onu 3 hərflə də adlandıra bilərik. Bucaq B, A, C və ya bucaq C, A, B. Yəni bu A həmişə ortada qalmalıdır, təpə nöqtəsi. 9'un qarşısındakı ən böyük tərəf 9 olduğuna qarşısındakı A. Və burada baxın, bax tərəf BC-dirsə, olmayan hərfimiz A-dır deyə, yəni ən böyük bucaq onda A olur. İkinci tərəfimiz AC 8 olduğuna görə onun qarşısındakı isə B-dir. Yəni ən kiçik bucağımız isə AB-nin qarşısındakı C bucağıdır. Onda sırayla yazsaq, bucaq C kiçikdir. İkinci olacaq bucaq B, o da kiçikdir. Bucaq A, yəni ən böyüyü A'dır, ən kiçiyi C'dir. Sonra üçbucaq bərabərsizliyi necədir? Yəni hər bir 3 dənə ölçü verilsə, biz ondan üçbucaq qura bilmərik. Üçbucağın iki tərəfinin cəmi digər tərəflərdən böyükdür və ya üçbucağın bir tərəfi digər iki tərəfin cəmindən kiçikdir. Yəni ki, biz ən kiçik tərəflərini götürürük 6 ilə 8-i. 6 ilə 8-in cəmi üçüncüdən böyük olmalıdır və ya biz tərəf 9 ən böyük tərəfi götürürük, onu digər kiçik tərəflərlə müqayisə edirik. Onların cəmindən kiçik olduğuna görə belə növ üçbucaq qurmaq olar. Yəni burada işarələmələrlə də yazıb AB kiçikdir AC üstəgə BC, AC kiçikdir. Yəni bir tərəfi digər iki tərəfinin cəmindən kiçikdir. Bunu da müqayisə etmək üçün həmişə ən böyük tərəfi götürün. Digər kiçiklərin cəmi ilə müqayisə edin. Əgər kiçikdirsə, üçbucaq qurmaq mümkündür. Bərabər olan halda mümkün deyil. Yəni bizə versə ki, belə tərəfləri 3, 3, 6 olan üçbucaq qurmaq mümkündürmü? Mümkün deyil. Çünki bərabər oldu. Və ya 2, 4, 6. Kiçiklərin ikisinin cəmi buna digər tərəfə bərabər olduğuna görə bu halda üçbucaq qurmaq mümkün deyil. Üçbucağın tərəfləri və bucaqları arasında münasibətdən istifadə etməklə düzbucaqlı üçbucaqlı hipotenuzun katetlərin hər birindən böyük olduğunu bilirik ki, düzbucaqlı üçbucaqdırsa bu bucaq 90 dərəcəyə bərabərdir. Digər ikisinin cəmi 90 qalır, çünki daxili bucaqların cəmi 180 olmalıydı. Ona görə də ən böyüyü bu 90 bucaq olduğuna görə, bunun qarşısındakı tərəf də hipotenuz olduğuna görə hipotenuz, bunlar AB ilə işarə eləsək, hipotenuz həmişə katetlərdən böyük olacaq. Burada tərəfləri verilən uzunluqlu parçalar olan üçbucaq çəkmək mümkündürmü? Necədir? Burada AB bəndini izah edib, biz digər bəndlərinə baxaq. Burada 5-i digər 2 kiçiklə müqayisə edirik. 5, 3-dən də 4-ü topladıq. 3 üzərinə gəl 4 isə 7 etdi. Yəni 5 kiçikdir 7-dən. Mümkündürmü? Bəli, mümkündür. İkincidə 7 üzərinə gəl 2 bərabərdir 9 olduğuna görə bu mümkün deyil. Burada santimetr 60 millimetrdə olur 6 santimetr, bu da 13 santimetr. 2 kiçiyi 6 üzərinə gəl 5 müqayisə edirik. Kiçikdir 13. Amma iki tərəfin cəmi digərindən böyük olmalıydı. Bu halda da mümkün deyil.
Desimetr bu oldu 8 santimetr, 4 santimetr, 11 santimetr. 8 üzerine gel 4 böyükdür 11. İki tərəfin cəmi üçüncüdən böyükdür. Bu halda mümkündür. Digərində 7 üzerine gel 7, 14, 14 ama kiçikdir 16'da. Ona göre mümkün değil. Burada 9 üzerine gel 8. Bu 17'dir. 17 de 17'ye beraber olduğuna göre bu da mümkün değil. Tərəf və bucaq arasındakı münasibətlərdən istifadə etməklə suallara cavab verin. AB, BC bu üç bucağın en büyük bucağı hansı bucaq olar? En büyük tərəf AC olduğuna göre onun karşısında olmayan hərfimiz B'dir deyə en büyük bucağı B olacaq. Gəlin üç bucaq da çəkək baxaq. Bax. A, B, C. AC'nin en büyük tərəf AC. AC'nin karşısındaki ise B bucağıdır. Digərində hansı bucaqlar bərabər olar? Bizə verib 3 bucaq M, N, K. M ilə NK bir-birinə bərabər olsa, bərabər yanlı üç bucağında oturacağına bitişik bucaqlar bərabərdir. Ona görə bucaq M bərabərdir bucaq K. M ilə K bucağı bərabər olacaq. Üç bucağında YDF kör bucaqdır. Qeyd edək. YDF bu kör bucaqdır. Bu üç bucağın YD, yəni bu, yoxsa YF tərəfi ən böyükdür. Ən böyük bucaq qarşısında ən böyük tərəf dayanır. Bu da D kör bucaq olduğuna görə digərləri it olacaq. Ən böyüyü D olduğuna görə YF daha böyükdür. Yəni YF böyükdür YD-dən. Üçüncü, suallara cavab verin. ABC üç bucağında bu üç bucağın en büyük ve en küçük bucaqları hansıdır? En büyük tərəfi BC olduğuna göre onun karşısındaki bucaq A'dır. En büyük bucaq A olacaq. En küçük bucaq ise en küçük tərəfi AB'dir. Burada da olmayan hərfimiz C'dir deyə en küçük bucaq da bucaq C olacaq. Baxaq, həqiqətən də bax, üç bucağımızın şəklini çəksək. A, B, C. AB 5, BC 8, AC 6. En büyük bucaq 8'in qarşısındakı A bucağıdır. En kiçik 5'in qarşısındakı C bucağıdır. B bəndində MNK bərabər yanlı üç bucağında, bu bizim bərabər yanlı üç bucağımız. MNK. Bərabər yanlı üç bucağında bucaq NMK, yəni bu bucaq, bucaq NKM, yəni bu bucaq. Hər ikisi 68 dərəcədir. Bu üç bucağın ən kiçik tərəfi hansıdır? Digər bucağı tapmaq üçün 180-dən bu ikisinin cəmini çıxırıq. O da bərabərdir 180 dərəcə minus 136 dərəcə. O da bərabər olur 44 dərəcəyə. Tapdıq ki, bu bucağımız da 44 dərəcədir. Bu üç bucağın ən kiçik tərəfi hansıdır? Ən kiçik bucaq 44 olduğuna görə onun qarşısındakı tərəf MK olacaq. Ən kiçik tərəfi oldu MK. C bəndində oturacağı BC olan ABC üç bucağında bərabər yanlıdır. Oturacağı BC, deməli bu yan tərəflər bərabərdir. Oturacağı bitişik bucaqlardan biri 35'dir. Bilirik ki, bərabər yanlıda da oturacağı bitişik bucaqlar bərabərdir. Onda digərdə 35 olacaq. Bərabər tərəfləri hansılardır? Deməli A, B bərabərdir AC olur. Yan tərəfləri bərabər olur. Çünki bərabər bucaqların qarşısında dayanıb həm də. Dördüncüdə fikrin doğru veya yanlış olduğunu müəyyən edin. Bərabər yanlı üç bucağın oturacağına bitişik bucağı 40 dərəcə olarsa, bərabər yanlı üç bucaq
oturacağına bitişik bucaq 40 dərəcə olarsa, deməli mütləq digəri də 40 dərəcə olacaq. Yan tərəfi oturacağından böyükdür. 40, 40, 80, 180-dən 80 çıxdıq 100 tərəf. Yan tərəfi oturacağından böyükdür. Xeyr. Oturacağı ən böyük tərəf bunun oturacağı olacaq. Buna A desək, buna B, B desək. Bu deyir ki, yan tərəfi burada ən böyük A olacaq. A böyükdür B-də. Amma burada şərtdə deyir ki, bu üçbucağın yan tərəfi oturacağından böyük olacaq. Yanlış. Bu oldu yanlış. Düzbucaqlı üçbucağın hipotenuzu katetindən böyükdür. Hipotenuzu, bəli, bunu bayaq fikirləşində də var idi. Hipotenuzu, çünki ən böyük bucağı bu 90'dır. 90'ın qarşısındakı da hipotenuz olduğuna görə hipotenuzu katetindən böyükdür. Yəni böyük bucaq qarşısında böyük tərəf dayanır. Üç tərəfinə görə üçbucağın qurulmasını, bunu ayrıca çəkəcəm, üçbucaqların qurulmasını. Gəlin çalışmalarına baxaq. Tərəfləri verilmiş üçbucaqları dəftərinizə çəkin. Bu qurmadır. Bunu ayrıca göstərəcəm. Bunları üçbucaqları qurundur. 7'yə baxaq. 7'də AB tərəfi 8, BC tərəfi bundan 25% böyük. Onda BC bərabər olur 8 vurulsun %125. Bu da 4'də 5, 8 4'ə böldü 2, 10. AC tərəfi isə BC tərəfindən 40% kiçikdir. Yəni onu vurmalıyıq %60'a. 40% kiçik deyəndə 100'dən 40'a çıxırıq, 60% qalır. 25% böyük deyəndə 100'ün üstünə 25 gəlirik, 125 olur. Bunu da tapdığında oldu 6. Bu üç bucağın ən böyük və ən kiçik bucaqlarını müəyyən edin. Deməli, bizə də AB tərəfi də verilmişdir 8. Ən böyük tərəfi 10 olduğuna görə bu da BC-dir. Bunun qarşısındakı bucaq A'dır. Onda ən böyük bucaq oldu bucaq A. Ən kiçik tərəfi bu 6'dır. AC'nin də qarşısındakı bucaq isə B'dir. Ona görə ən kiçik bucağı da oldu B bucağı. 8'də üçbucaq qurmaq olarmı? Əvvəlcə baxaq görə olarmı? Yan tərəfləri 6, deməli 6, 6. Oturacağı 8. 6, 6 da 12. 12 böyük olduğuna görə 8'dən bəli qurmaq olar. Yan tərəfləri 5, oturacağı 10. Deməli, bu 5, 5 olmalıdır. 5, 5 bərabər oldu 10'a. Ona görə olmaz. Çünki iki tərəfin cəmi 3-cüdən böyük olmalıydı. Tərəfləri arasındakı fərq 2 sm olan üçbucaq. Tərəfləri arasındakı fərq 2. Deməli, 1x-dır. 1x üstəgəl 2-dirsə, digər x üstəgəl 4. Perimetri də bizə verib 24. 3x üzərinə gəl 6, 24. 3x bərabərdir 18. X da bərabərdir 6. Deməli, tərəflərimiz oldu 6, 8, 10. İki tərəfin cəmi 6 üzərinə gəl 8. Bu 14. 14 10'dan böyük olduğuna görə bu halda da olar. 9. Suallara cavab verin. Neçə belə üçbucaq olduğunu müəyyən edin. Tərəfləri 5 və 2 olan bərabər yanlı üçbucağın perimetri. Deməli, tərəfləri 5 bərabər yanlıdırsa, 5, 5, 2 olmalıdır. Görə bu üçbucaq bərabərsizliyini ödəyirmi? Bəli, 2 üzərinə gəl 5, böyük olur 5'dən. Bu halda mümkündür. Onda perimetr olacaq. 5 üzərinə gəl 5 üzərinə gəl 2 oldu 12. Və ya da olmalıdır 2, 2, 5. Bu halda isə mümkün olmur. Çünki 2 üzərinə gəl 2 böyük deyil 5'dən. Böyük olmalıydı. Olmadığına görə bu halda mümkün deyil. Ona görə perimetrdə hesablamadık. B bəndində 3, 4 olan. 3, 3, 4. Görə bu hal mümkündürmü? 3 üzərinə gəl 3, 6 4'dən böyükdür. Bəli, doğru oldu. Onda perimetri tapsaq
3 üzərinə gəl, 3 üzərinə gəl, 4, 10 olacaq. Və ya da 4, 4, 3 olmalıdır. 3 üzərinə gəl, 4 böyükdür 4-dən. Bu halda da mümkün oldu. Onda perimetri 4 üzərinə gəl, 4 üzərinə gəl, 3. 8-dən də 3, 11. 10-cu. Tərəflərindən biri digərindən 2 dəfə böyük olan. Biri x-dır, digəri 2x. Bərabər yanlı üçbucağın perimetri. İndi baxaq görək. Birinci ola bilər x, x, 2x. Amma bu iki tərəfin cəmi bərabər oldu 2x-a. Deməli, belə növ üçbucaq qurmaq olmaz. Ona görə digər hala baxırıq. Biri x olsun, 2 dənəsi 2x olsun. O zaman perimetrimiz 2x üstəgə 2x bərabərdir 10. 5x 10, x bərabərdir 2. Tərəflərinin uzunluğunu tapın. Uzunluğunu tapsaq 2, 4, 4. Lalə tərəfləri 6, 4, 2 olan üçbucaq qurmaq istədi. O hansı səhvə yol verdi? Üçbucaq bərabərsizliyini yoxlasaq, kiçikləri, yəni 2 ilə 4-ü digər tərəflə müqayisə etməliyik. Burada da 6 bərabər oldu 4-dən 2-nin cəminə. Deməli, belə növ üçbucaq qurmaq olmaz. Olarmı? Olmaz. Cavabınızı üçbucağı qurmaqla və üçbucaq bərabərsizliyi ilə yoxlayın. Bəli, üçbucaq bərabərsizliyi yoxladıq, bərabər oldu. Üçbucağı qurma addımları ilə də yoxlasaz, görəcəksiniz ki, bəli, belə üçbucaq alınmayacaq. Mərkəzi O nöqtəsində olan çevrə üzərində A nöqtəsi verilib. Pərgardan istifadə etməklə çevrə üzərində elə B nöqtəsini qeyd edin ki, AOB bərabər tərəfli. Bax, bilirik ki, buradan bura qədər məsafə eyni. Digər də bu məsafəni də eyni etməliyik və bunu da eyni etməliyik. Bu olacaq AOB üçbucağı. Bir nöqtə də digər nöqtə, yəni B-dən gedir söhbət. Yəni təpələri A, O və B olsun. Və ya B burada ola bilər. Bununla bunları bərabər etməliyik. Onda demək ki, neçə belə nöqtə var? 2. 2 dənə belə nöqtə olar. Çünki B ya bu tərəfdə olar, A-nın ya solunda ya da sağında.